Canlar salam, xoş gördük. Bugün sizinlə birlikdə istəyirəm tanış edəm nəyim evimi. Forever Living şirkəti sayəsində 2016-cı ildə başlamışam. Aldığım maşındır. 36 ay müddətində 800 evro ödəyirəm bu maşına. Mən yox, şirkət ödəyir. Və eyni zamanda bu mənim masada olan həyat evimdir. Allah olmayan hər kəsə qismət etsin. Gəlin birlikdə bu günləri necə manqal çəkək birlikdə. Baxın görün, bəyənirsinizmi mənim manqalımı? Gəlin birlikdə başlayaq. Həm də yaxşı ət, qızlar. Əvvəla yaxşı ət hazırda bir dənə ərdənliyi bəstələr. Mən deyərdim ki, bəlkə də yer üzründə Azərbaycanda əli kimi ət satan yoxdur. Ət tanıdığım kimi deyirəm. Kababda qabırğa almışsınızsa, onu mütləq alsınını götürəcəksiniz. Buna bizdə alsın deyirlər. Adam var ki, bununla bunu bişirir, yanır, köz kimi yapışır üstünə. O ona görə yanıb yapışır. Qabırğanı da ki, belə bütöv çəkmədirsə, o kabab deyil. Bundan nazi eləyirlər, gözün biri görür, biri görmür. Nə var, belə qəşəng kili, belə qəşəng sambalı olacaq. Bu da masajda mənim ən sevdiyim yerdir də. Həmişə mənim qonaqlarım gəlinə belə, bu boyda şür. Reyhanı hardan alırsan, mən nə bilim, bu boyda dəstə göyərtini hardan almışsan, bax buradan. Bax, Gəncədən gəlir qızlar, baxın göyün yekənliyindən. Bu boyda göyü. Bu da qızlar, ən gözəl xiyar nədir? Yelpənək xiyarı. Və bu da ki, biz sizin alacaqsınız. Ödəm atıcıdır. Dadı gözəl. Atalı ilə yeyin, nə istəyirsiniz? Acımısınız, gecə vaxtı insulin dirənciniz var. Götür 2 dənə xiyarı, bir damda duzunu yeyin. Qızlar, mən çörək yeyən deyirəm də, çörək yemirəm. Həqiqətən bu çörəkdən mütləq bu mağazin al ki, bütün kəpəkdə çörək. Bir dilim sizə pulunu bəsdir. Amma yalnız səhər-səhər. Üstünə qəşəng yağ, nehrə yağı da gedib, nədir o, ankor pislikli yağlardan yox. Nehrə yağı çəkirsiniz, bir dilim, bir də balla yiyin. Perfect. Kətdə neft çox olmurdu. Altına tikanzaq yığırdıq. Eyni şey eləmişəm. Fakirliyimi unudamıyorum həyatım. Əsas mərhələ kababın burasıdır. Manqalımızı yandırdıq. O məşhur cehizli ləyən mütləq olmalıdır. Çuğun ləyən. Ətimizi tökürük bura. Bəzən soruşur ki, məndən, indi xanım da soruşur. Ki, Gütəki xanım, kababa ətinə bax durarsan, bastırmanı necə eləyəsən? Qızlar, quz ətindən heç vaxt bastırma olmaz. Sveji çəkirsiniz, manqalın üstündə duzu səpib qoyursunuz sonra. Vəssalam, ay istiyot, ay duz, ay mən nə bilim nanə. Əti olduğu kimi yiyin. Ona başqa şeylər qatıb eləməyin. Və ətə bu duzdan vurun qızlar. Himalay duzu, amma bundan qəşəng sveji. Amma nə edəcəyik? Bunu qəşəng əzirik. Bax, belə əzmək lazımdır bunu. Baxın, biraz düzdür. Yorulursan, yəni elə belə yerə olmur bu.